Bəs biz niyə insanların zehnini neytrallaşdırmağını işləyirik? Çünki insanlar onsuz da eyni fikirləri başqalarına qarşı edilməyindən qorxur və ya başqalarına qarşı elədiyi şeylərin ona tərəf olunmağından qorxur. Ümumiyyətlə, dünyada elə bir insani davranış yoxdur ki, o hər hansı birimizdə olmasın. Davranış bilimcilərinin dediyinə görə dünyada 40 min insani davranış var və bu 40 min insani davranışın 40 minin tamamı bizim həyatımızda var. Sadəcə olaraq dərəcə, müddət, nə qədər, təkrarlamaq kimi fərqlər edirik. Bəli, qınamaqdan qorxursunuz, çünki siz də qınayırsınız. Sadəcə olaraq qınamağın da müəyyən həddi vardır. Kiçik qınamalar var, anlıq olaraq olur, sonra siz zehninizə yetirsiniz və ya böyük, fantastik formada bir adamın, nə bilim, ayaqqabısından onun əxlaqı, maliyyəsi, gələcəyi haqqında fikirlər bildirib qınadığınız da olur. Ümumiyyətlə, bunların hər biri individualdır və bu dünyada mərkəz bizim üzərimizdəndir. Həmişə bunu ağlınıza saxlayın. Bir şeydən qorxuram çünki məndə